Azərbaycanda quru sərhədlərin bağlı qalması ilə bağlı müzakirələr davam edir. Xüsusilə minik avtomobilləri ilə ölkədən çıxışa qoyulan məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı əsas suallardan biri olaraq qalır. Siyasi şərhçi Cavanşir Abbaslı'nın sözlərinə görə, bu ilin sonuna qədər quru sərhədlərin tam açılması ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilmir. Onun fikrincə, regionda davam edən geosiyasi proseslər, İran ətrafındakı vəziyyət və Azərbaycan-Ermənistan arasında yekun sülh sazişinin imzalanmaması bu məsələyə təsir edən əsas amillərdəndir. Ekspert hesab edir ki, yaxın aylarda İran ətrafındakı gərginlikdə müəyyən səngimə baş verə bilər. Bununla belə sərhədlərin açılması ilə bağlı qərarın təhlükəsizlik vəziyyətindən asılı olacağını bildirir ekspert və siyasi şərhçi xüsusilə xəstələr və azyaşlı uşaqlar üçün mövcud məhdudiyyətlərin qismən aradan qaldırılması təklifinin də səsləndirildiyini qeyd edibdir. Minik avtomobilləri ilə sərhəddən keçid məsələsinə gəlincə, onun fikrincə bu istiqamətdə yaxın perspektivdə tam açılış real görünmür. Səbəblərdən biri də Azərbaycanda avtomobillərin sayının yüksək olması və sərhədlərin açılması ilə xarici avtomobil axınının əhəmiyyətli dərəcədə artacağı ehtimalıdır. Bununla belə ekspert quru sərhədlərin uzun illər bağlı qalacağını düşünmür. Onun proqnozuna görə gələn il quru sərhədlərlə bağlı müəyyən qərarların qəbul edilməsi mümkündür.